Donald Trump Vladimir Putinlə dırnaqarası dostluq münasibətini nəzərdən keçirməyə başlayıb. İndi Ağ Ev sahibi Kreml administrasiyasının anladığı dialoq yoluna keçib. Çünki ləğv edilən Budapeşt sammiti əslində Trump administrasiyasının Rusiya ilə yeni formatda təmas qurmaq cəhdi idi. Trumpın komandasının Putini sülh masasına mükafatla deyil, razılaşdırılmış statusla gətirmək istəklərini Kreml rədd etdi. Rusiya tərəfinin xüsusən də Lavrovun danışıqlar zamanı nümayiş etdirdiyi mövqeyi göstərdi ki, Moskva hələ də Ukraynanı dövlət kimi tanımaqda tərəddüd edir və atəşkəs yalnız Rusiya üçün sərfəli xəttlə əldə oluna bilər. Bu isə Trump üçün açıq siqnal idi. Putin yalnız təzyiq hiss etdikdə sülhə meyil göstərəcək. Rusiya diplomatik korpusu mütəmadi şəkildə danışıqlarda yeni sərhəd xətti məsələsini ölkənin təhlükəsizliyinin təminatı kimi təqdim edirdilər. Moskvanın sərhəd tanımayan tələbləri, dəyişməyən ritorikası görünür, Vaşinqtonda açıq şəkildə sülh yox, şərt diktəsi kimi qəbul olundu. Trump üçün indi məsələ Ukrayna məsələsi yox, reputasiya məsələsidir. Putinlə son danışıq onu göstərdi ki, o nə istəyir, o da olmalıdır yanaşmasını prioritet tutub. Trumpsa belə diktəni sevmir və indi lazımi addımları atır. Sammitin ləğvindən dərhal sonra Rusiyanın iki əsas enerji nəhəngi Rosneft və Lukoyla qarşı sanksiyalar paketi Trumpın artıq diplomatiyadan təzyiq siyasətinə keçdiyinin rəsmi elanı idi. Bu sanksiyaların miqyası əvvəlki illərlə müqayisədə daha dərin və sistemlidir. Çünki Biden dövründə sanksiyalar əsasən fərdi şəxslərə və seçilmiş dövlət müəssisələrinə yönəlmişdirsə, Trumpın qərarı birbaşa enerji bazarına və Rusiya iqtisadiyyatının şax damarını hədəf alıb. Rosneft və Lukoylun Rusiya büdcəsinin yarıdan çoxunu formalaşdıran əsas gəlir mənbələri olması hər şeyi aydın izah edir. Enerji ixracına, bank əməliyyatlarına və daşınmaya məhdudiyyətlərin qoyulması da mühüm addım sayılır. Trumpın məqsədi sadəcə cəzalandırmaq deyil, Kremlin enerji vasitəsilə qərbə təsir imkanlarını məhdudlaşdırmaqdır. Ağ Ev bu sanksiyaları iki mərhələdə həyata keçirməyi planlaşdırır. Birinci mərhələ enerji ixracı, bank əməliyyatları və dəniz daşımalarına qarşı maliyyə blokadasıdırsa, ikinci mərhələ Rusiyanın gizli enerji ticarəti mexanizmlərinə sanksiyalarla zərbə vurmaqdır. Bu modelin məqsədi Rusiya valyutasının sabitliyini pozmaq, eləcə də Moskvanın maliyyə nəfəs borsundan sıxmaqdır. Trumpın sanksiya qərarı Vaşinqtonun müttəfiqlərinə də ünvanlanan strateji siqnaldır. Çünki Biden dövründə Avropada Amerikanın liderliyinin zəiflədiyi qeyd olunurdu. Trumpsa göstərmək istəyir ki, Vaşinqton hələ də qlobal oyunun qaydalarını istədiyi kimi diktə edə bilir. Trump Rusiyanı ürəyindən hədəf alır. Sanksiyalar sərtləşsə, çətin ki, Kreml davam gətirə bilsin. Həm də o, Avropaya kimliyindən asılı olmayaraq onunla şərt dilində danışa bilməyəcəyini göstərir. Trumpın yanaşması klassik deal-making fəlsəfəsinə əsaslanır. Əvvəlcə qarşı tərəfi iqtisadi və diplomatik təcridə sal, sonra güzəşt üçün masaya dəvət et. Yəni, Trump bu yollarla Putini danışıqlara məcbur etmək istəyir. Rusiya iqtisadiyyatının enerji sektoruna sanksiyalarına zərbə vurmaqla daxildə sosial narazılığı artırmaq, Ukraynanın kəşfiyyat dəstəyi ilə cavab zərbələrini gücləndirmək, yəni Kremlin hərbi üstünlüyünü sarsıtmaq, sonra isə Putini məcburi sülh danışıqlarına gətirmək ancaq təbii ki, bu dəfə Birləşmiş Ştatların şərtləri ilə. Trumpın hazırki gedişi Moskvanı dərhal sülhə gətirməyəcək, lakin mühüm balans yaradacaq. Rusiya indi Birləşmiş Ştatlarla deyil, onun yaratdığı qlobal iqtisadi və diplomatik blokla qarşı-qarşıyadır. Bu təzyiq davamlı olarsa, 2026-cı ilin əvvəlində Moskvanın maksimalist mövqeyində dəyişikliklər baş verəcək. Vaşinqtonun addımları çox güman Putini masaya gətirəcək. Düzdür, Putin hər şeylə anında razılaşan biri deyil. Amma bu bir neçə aydan sonra olsa da baş verəcək. Çünki Trump onun müttəfiqlərini də hədəfə qoyub. Trumpın indiki mövqeyində gecikməsi fikri isə analitik dairələrdə əsas mübahisə nöqtəsidir. Bəzi analitiklərə görə o, 9 aylıq yumuşaq təmas siyasəti ilə çox vaxt itirib. Moskva isə həmin müddətdə cəbhədə daha əlverişli mövqeylər qurub. Ona görə bir çox ekspertlər hesab edir ki, Trump indi sərtləşsə də artıq sülh prosesini öz xeyrinə yönləndirmək üçün gecikib. Amma unutmaq olmaz ki, Ağ Ev sahibi sürətli nəticə istəmir. O, 2026-cı ilin ortalarına qədər davam edən idarəetmə planı qurur. Bu baxımdan indi atılan addımlar
danışıqlar sülhdən daha çox strateji fonun bərpası üçündür. Bir sözlə Tramp gecikib, amma hələ oyunu uduzmayıb.